Məndən ötü deyənlərin qeyrətindən, ey daşlaşan, torpaqlaşan ulu babam, bu günümdən dünənimə uzaqlaşan ulu babam, sənə gələn, sənə deyən nə idi belə? Səndən ötüb qardaşına dəydi belə. Səndən ötən mənə dəydi, məndən ötən sənə dəydi. Səndən məndən ötən zərbə, vətən, vətən sənə dəydi. Yəni bir şeyi anlayın, bir şeyi başa düşün, bir şeyi qanın ki, nə qədər ki biz zərbələri bir-birimizə ötürürük, yəni çalışırıq özümüzdən uzaqlaşdıraq, mümkün olmayacaq dostlar. İnanın mənə, mümkün olmayacaq. Yəni belə çox uzun müddət normal yaşamaq mümkün deyil. Ona görə də başınızın çarəsini qılın. Papanızı qabağınıza qoyun, fikirləşin. Əgər papaq varsa. Ya fikirləşin, ya da gidin trollluq edin. Başqa variantı yoxdur. Təhkimçilik hüququ mən biləm 1861-ci ildə Rusiyada ləğv olunur. Bugün İlham Əliyev təhkimçilik hüququnu qaytarır. Yəni torpaqları alır. Bütün rayonların əksəriyyətinə getgilən 99% insanların əlindən torpaqlar alınır. Yəni elə şərait yaradıblar ki, onlar o torpaqdan istifadə edə bilmədiklərinə görə 15-20 şirvana satıblar zamanında o 90'ların sonunda. Demək olar ki, torpaq İlham Əliyevin bandası icra başçı tapşırıb da onların hamısını tapşırılır ki, torpaqlar alınsın, bir əldə cəmləşdirilsin və insanlar da sabah deyək ki, orada üzüm bağı salacaqlar, deyək ki, orada meyvə bağı salacaqlar falan. İnsanlar da orada gəlib həmin o təhkimçi insan kimi, təhkimçi kəndli kimi gəlib orada işləyəcək, gündəlik günəmuz pul alacaq. Yəni məsələ budur. Və indi axı bunlar hamısı, ay insanlar, bunlar hamısı bizim gözümüzün qabağında baş verir və bunlara qarşı biz bu boyda laqeydik.